olsun metromuza, metromuza. Yeraltıya bir gün ulduz yağışı var. Ölkənin mədəniyyət səmasını işıqlandıran xalq və əməkdar artistlərimiz parıltıları ilə Bakı metrosunu işıqlandırdı. Hazırlığa ictimai televiziyada başladım. Tima xanım məni make-up elədi. Mən isə qara pomadamı çəkdim, sarı eynəyimi taxdım, özümə axırıncı dəfə güzgüdə baxıb yola çıxdım. Xalq artisti Bəstə Cəfərovanı özüm xüsusilə evdən götürdüm. Bu an mənim üçün lap emosional idi. Çünki bu gün doğmaca anam ilk dəfə verilişimin qonağı olacaqdı. Metroya çatanda bir baxdım ki, ağ pencəyim çirklənib. Amma təbii ki, bu dəfə Ana hər yerdə anadır da, yəni deyirəm valla. digər qonaqlarımız da yavaş-yavaş gəlməyə başladı. Onları gözləmə otağında buraxıb çəkilişə tək start verdim. Ənənəvi olaraq veriliş eskalatordan başladı. Gedirik sorğular çəkməyə. Aşağıda sərnişinlər arasında sorğu etdim. Çox maraqlı və gülməli anlar oldu. Və bir anda xəbər gəldi ki, qatar artıq platformaya yaxınlaşır. Hamı tələsdi, biz də qaçaraq vaqonumuza mindik. Vaqonun içində artıq başqa ab-hava yarandı. Xoş gördük hər birinizi, əziz izləyicilər, əziz qonaqlarım, əziz metro sərnişinlər, sizi də xoş gördük. Aparıcı səhnə ustalarımız ilə mədəniyyətimiz və müasir teatr sənətimizdən danışdıq. Sonda Elizə Seycahan oxumağa başladı və bütün vaqon susdu. Hamı telefonunu çıxardıb bu anı çəkirdi. Yeraltı bugün təkcə metrodakı veriliş olmadı. Bugün o səhnə oldu, tarix oldu, xatirə oldu və bir şey çox dəqiqdir. Bu çəkiliş mənim yaddaşımdan heç vaxt silinməyəcək.